Salamlar dostlar, Qaxdan, Yusufda, Uludağ oteldən salamlar. Hal-hazırda Qax zonasını gəzirik, səyahət edirik. Bundan öncə Şəkidə idi, hal-hazırda isə Qaxdayıq. Əslində Qaxda 4-5 gündür buradayım. Sadəcə belə bir vlog çəkmək istəyi indi gəldi. Çünki həqiqətən təbiətdə olduğum zaman bir qədər yalnız qalmaq, dincəlmək ehtiyacı hiss edirəm. Ona görə də İndi vlog çəkməyə başladım. Təbii ki, videolar çəkmişəm, getdiyim yerlərdən hamısını yerləşdirəcəm. Bu dəfəki səyahət tamam fərqli oldu. Daha belə yerli mədəniyyət hiss eləmək, yerlilərlə söhbət eləmək, yeməkləri, fərqli yeməklərin dadlarına baxmaq və s. İndi isə qaldığımız Uludağ oteli göstərmək istəyirəm. O qədər gözəl bir yerdə yerləşir ki, ətrafı göstərim sizə. Yəni hər tərəf bu cür yaşıllıqlarla, dağlıqlarla əhatə olunub və havası çox sərindir. Yəni belə günorta vaxtı belə baxın, külək əsir, sərin, çox qəşəngdir. Biz məsələn Qaxın mərkəzinə də gedirik, oralar çox istidir. Amma burada da axşam soyuq olur. Havası çox təmizdir, çox qəşəngdir. Buradan isə belə şəlaləyə getmək olur. Onun da videosunu yerləşdirəcəm, çəkmişəm hamısını. Ramramay şəlaləsinə getmək olur. Dostlar, buranı ən çox nəyə görə sevirəm? Buranı ən çox ona görə sevirəm xidməti. Xidməti çox yaxşıdır. Hə, dostlar, buranı ən çox nəyə görə sevirəm bu oteli? Biz bura ikinci dəfə gəlirik, keçən il də gəlmişdik bura. Burada ən çox sevdiyim xidmətdir. Kotecdə qaldıq. Kotecdə gecəsi 2 nəfərə 80 manat ödədik və otaqda elə bir 2 dənə otaq var. Biri yataq otağı idi, biri ümumi zal idi. Hamam tualet içində, isti su da gəlir və çox qəşəng. Mənzərəmizi də göstərdim necədir. Və 2 nəfərə bir gecə 80 manat ödəmişik. Biz keçən ana binada qalmışdıq bura. Ana binanı göstərəcəm. Ana binada qalmışdıq. Onun gecəsi bir qədər bahaydı. İndi mən bura yerləşdirəcəm dəqiq neçə idi. Amma ki, koteclər 80 manatdır. Bundan əvvəlki videoda mən paylaşmışdım. Biz Şəkidən gəlmişdik. Şəkidə otel təcrübəmiz heç yaxşı olmamışdı. Ona görə də o cür servisdən bura gəlmək və bu cür servisi görmək düşünürəm ki, əvəzi çıxıldı artıqlaması ilə. Çünki burada möhtəşəmdir servis. Yəni hər yerdə restoranından tutmuş, otelinə qədər staff çox diqqətlidir, çox professional yanaşırlar. Heç bir narazıçılığımız da yoxdur. Və ətrafdakı indi göstərəcəm bir-bir. Baxın, bura kotecin ərazisidir. Bura elə bir 2 ərazidir. Yuxarı tərəf belə burada koteclərdir. Bizim qaldığımız taxta kotecdir. Yuxarıda isə daşdan koteclər var. Mən göstərim hətta sizə. Baxın, ən yuxarıda, hətta bunlar da. Bunlar daşdan koteclərdir. Biz baxdıq, daş koteclərin içi daha sərin olur ki, bir qədər nəmlilik olur. Amma ona görə biz taxta koteci üstün tutduq. Taxta kotecdə də o nəzərə alın ki, bir qədər səs izolyasiyası olmur. Qonşuların səsini eşidirsiniz, amma yəni böyük bir problem deyildi. Anlaşa bilirik. Burada isə səhər yeməyi yeyirik. Gəlin göstərim sizə hər tərəfini. Bu isə ana binadır. Dediyim kimi biz keçən il burada qalmışdıq. Buradakı otaqların qiyməti bir qədər bahadır. Burada isə balkon falan var. Düşünürəm ki, ana bina daha sakitçilikdir. Otaqlar isə daha bəyənmişdik, amma koteclər də yaxşıdır. Ərazi sanki meşənin içində. Burada mən sanatoriyaya bənzədirəm. Ətraf sakitçilikdir. Burada gəlib dincələn insanlar da sakitdir. Yəni burada mənim çox xoşuma gəlir ümumiyyətlə sakitçilik yerlər. Ki, təbiəti hiss eləmək olsun. Təbiəti hiss eləmək olsun. Ona görə burada çox böyük, geniş ərazi var. Hər tərəfdə yaşıllıq, meşənin içindəsiniz. Bu isə səhər yeməyi yediyimiz yerdir. Burada səhər yeməyinə gəlirdik. Mən səhər yeməklərini də bəyəndim. Yağ, pendir, hətta sabah göstərərəm çəkib. Bu cür səhər yeməyini burada yeyirdik. Sonra burada ancaq səhər yeməyinə gəlirik. Burada yeməyi aşağıdakı restoranlarda yeyə bilirsiniz. Səhər yeməyi 80 manatın içinə daxildir. Səhər yeməyində də verirdilər yağ, pendir, qaymaq, bal, yumurta. Hətta yumurtanın bir neçə növünü də verirlər.
pomidor yumurta da, saskalı yumurta, soyutma yumurta. Hamısı qiymətə daxildir bunlar və yanında da çay, çörək. Və kənd məhsullarıdır. Yəni biz bəyəndik, hiss olunur ki, təzə və freshdirlər. İndi gəlin ətrafı göstərim sizə ən sevdiyim yerləri. Deməli dostlar, bu ümumi həyətdir. Baxın hər tərəf. Üstümdə qarışqa belə gəzir, təbiətdən iç-içə. Bu ana binaydı, sizə demişdim. Bu isə burada uşaqlar üçün kaçırlar. Uşaqlar demeyim, elə mən özüm də yerlənirəm burada. Bu isə burada bisetkalardır. Yəni günorta vaxtı çox qəşəng olur. Hətta otların üstündə falan otururam mən, gəzirəm. Çox sərindir. Və bu mənzərənin gözəlliyinə baxın. Ətraf isə belə dağlar. Burada da böyük bir stadion var. Ərazisi çox genişdir da. Mən deyirəm ki, elə buranın özü bir sanatoriya yeridir. Belə. Biz keçən avqustda gəlmişdik. Avqustda əməli soyuq olurdu hava. Getdik. Burada çoxlu dediyim kimi bisetkalar var. Burada yeməyinizi yeyə bilərsiniz, çayınızı içə bilərsiniz. Hətta restorandan da sifariş verəndə gətirirlər. Burada çay da içə bilirsiniz. Burada çaylar falan çox dadlıdır. Biz burada demək olar hər axşam çay içirik. Bu da geniş ərazisi. Gəlin buranı da göstərim. Stadion var, çox böyük. Bu da ana binadır. Ana binanın, yəni belədir görünüşü. Balkonu falan var. Biz keçən orada qalmışdıq. Üstünü oldu ki, balkon var. Bura gəldik. Böyük stadion. Stadiondan əlavə burada belə yürüyüş də edə bilərsiniz. Ən sevdiyim hissəyə gedirik indi. Adətən sakitçilik olur və burada yaxşı yürüyüş eləmək üçün çox yaxşıdır. Mən Uludağ otelini o qədər bəyəndim ki, dedim ki, ayrıca bir hissəni ayıracağım buranı göstərib danışmağa. İndi isə gedirik. Mənim sevdiyim bir yer var ora. Dostlar, gecə vaxtı biz meşə ilə əhatə olmuşuq da, yəni meşənin dibi və buradan da çıxanda tamamilə meşə ərazisinə girir. Yuxarıda da Ramrama şəlaləsi var. Gecələr heyvanların səslərini eşidirik, çaqqalların falan səslərini eşidirik. Hətta yerlilər deyir ki, keçən il daha çox idi. Gün orta vaxtı çaqqalları falan görmək olurdu yolda. Bu isə biz hələ rastlaşmamışıq, sadəcə səslərini eşidirik gecə. Burada da özlərinin düzəltdiyi mini şəlalə var. Bunu da çox sevirəm mən, göstərim sizə. Belə daşlardan hazırlayıblar. Buradan belə su axır. Səsi çox sakitləşdiricidir. Və bu mənim ən sevdiyim yol buradır. Yürüyüş eləmək üçün daha sakitçilik olur. Çünki bir qədər uzaqlaşırıq oteldən. Xüsusilə səhər vaxtı mən yerləşdirəcəm videolarını. Səhər 6-dan oyananda bu tərəflərə gələndə hava o qədər təmiz olur, o qədər gözəl təbiətin, quşların, təbiətin səsini duymaq olur ki, çox qəşəng olur. Burada da yenə aşağıda uşaqlar üçün kaçerilər falan var, turnik var. Aşağıda isə yenə bisetkalarda yemək yemək üçün açıq havada. İndi oralarda gelib çəkib göstərəcəm. Ərazisi burada bitir. Yəni otelin ərazisi tam yuxarıdan sizə göstərdiyim o hissədən başlayır, gəlir burada bitir. İndi hovuz ərazisi falan da var. Oranı da göstərəcəm. Bu arada onu göstərmədim. Ana binanın içərisində qapalı hovuz var. İndi qaydanda çəkib göstərərəm. Qapalı hovuzları var, spa var və idman zalı var. Bunlar da qiymətin içinə daxildir. Əlavə ödənişli masaj var. Onu istifadə eləmədim deyə dəqiq deyə bilmərəm necədir. Amma ki belə. İndi isə gəlin gedək aşağı restoran ərazisini göstərim. Restoranlar günorta belə qəşəng bisetkada otura bilərsiniz. Axşam isə daha böyük zal var. O da 2 mərtəbəlidir, açıq havadadır. Orada da restorandan yeməklər sifariş verə bilərsiniz. Axşam vaxtı canlı musiqi olur hər axşam.
7-dən falan başlayır 11-ə qədər canlı musiqi olur və çox qəşəng keçir, çox şən keçir və yeməklər də bu arada restoranın dadlıdır. Restoran dadlı, qiymətlər də deyim çox baha deyil. Bir qədər bildiyimiz ki, otellərdə normaldan qiymətlər biraz baha olur, o heç. Amma yeməklər falan dadlıdır. Biz burada sürhüllü yemişdik, pizza yemişdik, çaylar da qəşəng olur. Və dediyim kimi xidmət ən önəmlisi, xidmət çox yaxşıdır. Düzdür, bəzən çox insan olanda gecikmələr ola bilər, amma ümumi servis, staffın rəftarı falan çox yaxşıdır, çox professionaldır. Gedək indi. Ay, burada elə inansız biz gələnə günümüzün çox hissəsini oteldə keçirdirik. Çünki ikinci dəfə gəlirik qaxa, görməli yerlərin çoxunu gəzmişik. Ona görə də elə ən sərin yer günorta qalxdı elə otelimiz olur. İndi gedək sizə göstərim restoranı. Ümumiyyətlə qaxın, mədəniyyəti, adət-ənənələr falan çox fərqlidir. Mən çox sevirəm buranın, enerjisi çox yaxşıdır. İnsanları çox yaxşıdır. Yəni buradakı o səmimiyyət ki, yolda falan gedirsən, tanımadığın insanlarla salamlaşırsan, söhbətləşirsən yerlilərlə, maraqlı faktlar danışırlar, məsləhətlər görürlər. Taksiyə minirsən, yəni eyni dərəcədə, gedirsən bir restoran, yəni eyni cür. Yəni çox xoşuma gəlir buradakı enerji. Yəni Bakıdan çox fərqlənir. Bakıdakı ünsiyyətdən çox fərqlənir. Bir də ən önəmlisi insanlar çox dürüstlər. Mən burada gördüyüm ən böyük keyfiyyətlərdən biri insanların çox dürüst olmalarıdır. Yəni heç bir aldatmaca, yəni hər şey olduğu kimi çox bəyənirəm burada. Yəni uşaqdan tutmuş böyüyə qədər necə desələr belədir. Buna görə də adamın ürəyi açılır bura gələndə. İndi gedək. Ups, ayağıma qarışqa girdi. Gedək restoran ərazisini göstərim. Gün ortasını da göstərəcəm, axşamını da göstərəcəm. Neçə gündür gəlmişim, vlog çəkmirəm. Enerjimi yığdım ki, bugün vlog çəkəcəm buralarda. İndi gedim sizə restoranı göstərim birinci, gündüz vaxtını, bir də axşam vaxtını. Bisetkalar olan əraziyə gəldik. Demək olar ki, masaların hamısı doludur. Ona görə çox çəkmirəm içərini, amma bir dənəsini boş görürəm. Ümumiyyətlə çəkim ki, necədir. Bundan daha böyük masalar da var. Daha çox insan oturacağı, bir 10-15 nəfərin. Bu isə kiçik masalardır. Göstərim. Xoşdur. Demək olar ki, hamısı doludur. Ona görə insanlar çəkmədən. Belədir. Masalar bu cürdə açıq havada olan. Axşam da otura bilərsiniz, gün ortada otura bilərsiniz, sərin olur bura. Yağış yağanda da üstü qapalı olur. İndi gedək. Otelin digər sevdiyim güşəsinə gedirik. Burada cəmi dostlar, bircə dənə skameyka var. Və otelin ən səssiz güşələrindən biridir. Göstərim sizə və sərin olur. Vlogumu, keçən YouTube vlogumu da tam burada oturub çəkmişdim. Onu da linkini yerləşdirəcəm bura, baxsaz. Orada biraz fərqindəlik mövzusundan danışmışıq. Burada oturub həm də dağ mənzərəsini izləmək olur, həm də ki sakitlik, sərinlik olur. Elə otelin ərazisi də burada bitir. İndi buradan da düşürük aşağı. Aşağı düşəndə hovuz var açıq havada. Mən öz adıma hovuzları sevmirəm. Ona görə də istifadə eləmədim, amma yəni bu cür mənzərə ilə hovuzun falan yeri çox yaxşıdır və çox böyükdür. İçində də minibar var. Və indi gedək. Çəkmək istəmirəm insanları. Ümumi kənardan göstərim. Baxın, burada hovuzun ərazisidir. Aşağıdan da çay axır. Burada da çox qəşəngdir. 2 dənə hovuz var hətta. Biri böyük hovuzdur, biri də o tərəfdə balaca hovuzdur. Düşünürəm o daha dayazdır. Belə. Buradan da düşürük. Bu arada təmizlik falan da yaxşıdır. Baxıram hər səhər təmizləyirlər. Buradan da düşürük. Yəni hər yerdə belə bisetkalar var. Bu isə restoran ərazisidir. İndi gedəcək restoran ərazisini göstərəcəm sizə. Burada yenə skameykalar var və meyvə bağı var orada. Alma, tut falan yeyə bilirsiniz. Gedək, oranı da çox sevirəm.
Burada da stol üstü tenis falan var, bilyard var, oyun zalıdır. Bağlı məkanda olur bura. Böyle içeride oynayırlar mı? Öyle bu cür içeride oynayırlar hal-hazırda. Bir de uşaqlar üçün oyun meydançası da var. Buna bağlı restoranın ərazisindədir. Bunlar hamısı ödənişə daxildir bu arada. İndi gedək bizim meyvə bağına. Buranın normalda qapısı açıq olur, gün bağlıdır. Burada belə meyvə bağıdır. Burada daha çox alma olur. Tut var, elə bu tut ağacıdır. Hətta bir dənə sən qoparaq yeyək. Bizdə ümumiyyətlə meyvələr, tut falan bolluqdur. Mən Balidə yaşayanda orada cəmi bircə dəfə tut ağacına rast olmuşdum. Yerli daydı deyirdi ki, mən 2 dəfədir tut yeyirəm deyir, tut ağacı görürəm deyir. Dedim ki, bizim ölkədə bu bolluqdur. Təbii ki, Balinin də özünün başqa bolluqları var. Meyvə cəhətdən, iqlim cəhətdən. Elə tut bizim uşaqlığımızdır da. Uşaqlıqda həmişə ağacdan belə yeyirdik. Getdik. Və bəsimizdir. Görüm o bir ağac daha çox olsa oradan yiyəcəm. Neyse, bu qədər bəsimizdir. Gedək indi sizə göstərim. Buranın restoran ərazisini. Bura resepsiyondur, giriş buradan otelə. Burada mağazalar falan da var, su, cips satışını tapa bilərsiniz. Buradakı restorandır. Axşam da çəkib göstərəcəm. Axşamlar daha çox belə ad günü falan qeyd edəməyə gəlirlər. Belə bu birinci mərtəbəsidir. Burada daha çox çay falan içmək üçün gəlirik. Yemək isə ikinci mərtəbədə daha çox yeyirik. Və ikinci mərtəbədə canlı musiqi olur. Axşamlarını çəkib göstərəcəm. İndi heç kim yoxdur, çünki günəşdir yuxarı. Buradakı mətbəxdir, burada yemək falan pişirilir. Belə otelin ərazisi belə idi. İndi gedək. Qayıdım mən otağa. İndi mən qayıdım otağa. Bugün axırıncı günümüzdür. Qalxda sabah biz qayıdırıq Bakıya. Axşam gedəcək Qaxın mərkəzinə. Orada maraqlı bir konseptdə restoran görmüşəm. Mərkəzdə maraqlı konseptdə bir yemək yeri görmüşəm. İndi axşam ora gedəcəyik. Bugünkü planımız bu idi ki, oteldə vaxt keçirdək. Axşam isə gedək o yerdə yemək yeyək. Mənə maraqlı gəlir, görək necə olacaq. Qədər otel ərazisi belə idi və yuxarı indi çıxıram. Bu yolu da göstərəcəm sizə. Xüsusilə gün batımı falan vaxtı çox qəşəng olur. Bu qədər, yəni içərisi belədir otelin. Bu tərəfdə də sağda mağaza. Dostlar, hazırda mən ortadan çəkdim, sizə göstərdim, aşağı düşdüm. Bu isə indi qalxırıq kənardan yenə. Burada ağaclıq yoldur, kotejlərə qalxırıq buradan. Və aşağıdan da və nivalara falan götürə bilirsiniz. Yəni sürücü ilə bir yerdə yuxarı ram-ram aşağıya qalxırsınız. Belə yolumuzun gözəlliyi.
huzuru. Ümumiyyətlə mən xoşlayıram bir yerə getdikdə o yerlilərlə söhbət eləməyə. Oranı tanımaq da tanımaq, bir yerə getmək təkcə oteldə qalmaq deyil. Təbii ki, oteldə qalmaq da təcrübənin bir hissəsidir. Ki, rahat yerdə qalasınız, gecələyəsiniz, güvəndə hiss eləyəsiniz. Və normalda mən tək səyahət edirəm. Ona görə də güvənlik çox önəmlidir. Amma bu dəfə tək deyiləm, bu dəfə mama ilə gəzirik. Ümumiyyətlə bir yerdə güvənlik sizlərə çox önəmlidir. Bu oteldə güvən hiss eləyə bilirsiniz. Thank you.